Salam uşaqlar, yeni toplu birinci hissədən zamanlardan qarışıq testlər işləyirik. Mix test. Birinci testə baxırıq. These people a week ago but them yet. Deməli, bir dəqiqə. Deməli, ikinci tərəfdə yet var. Yəni bizə bitmiş zaman lazımdır inkarda. Baxırıq ki, hamısı inkardadır və bitmiş zamandadır. A week ago birinci tərəfdə də keçmiş zaman lazımdır. Yəni ago var deyə sadə keçmiş zaman qoyuruq. Have olanlar bitmiş zamanlardır. Onları çıxırıq. Sadə keçmiş zaman D və Y-dədir. Və deməli, these people arrived a week ago. Bu insanlar bir həftə əvvəl çatıblar. But I haven't seen them yet. Amma mən onları hələ də görməmişəm. Yəni mən onları hələ də görməmişəm. Cavab olur D variantı. Hələ də indi mən onları görməmişəm. Yəni burada məsələn yeni qoysaz, bura olur bitmiş zaman. Düzdür? Keçmiş bitmiş. Bura olur keçmiş sadə. Əgər yeni qoysaq nə baş verir? Keçmiş bitmiş birinci olur. Sonra keçmiş sadə olur. Yəni keçmiş bitmişdəki hərəkət keçmiş sadədən öncə baş verməlidir. Amma burada deyir ki, birinci bu insanlar çatıb, sonra deyir mən onları görməmişəm. Yəni burada birinci bu tərəfdəki hərəkətdir. Birinci bu tərəfdəki hərəkətdirsə, bura necə keçmiş bitmiş olsun? Yəni Y variantını çıxırıq. Bir də deyirəm, yəni qarışıqlıq olmasın deyə təkrar deyirəm bu sualı. Çünki burada bir tərəf keçmiş oldu, bir tərəf indiki oldu. Bir növ uzlaşma pozuldu. Amma unutmayaq ki, burada zaman sözləri var. Ondan da əlavə nə üçün belə oldu? Agoya görə bu B, A-nı çıxdıq, C-ni çıxdıq. Bura a week ago. Bura keçmiş sadə zamandadır. Bu heç. Bura keçmiş sadə zamandadır. Düzdür? Məntiq olaraq baxsaq, bu insanlar deyir ki, bir həftə əvvəl çatıb, birinci bu hərəkət baş verib. Sonra deyir, mən onları hələ də görməmişəm. Yəni, birinci buradakı hərəkət olmalıdır deyə, keçmiş sadə ilə indiki bitmiş ardıcıllığı düz gəlir. Əgər biz bura yeni qoysaq, yedə bilirik ki, keçmiş bitmiş birinci gəlməlidir, sonra keçmiş sadə gəlməlidir. Hədincisini bura qoysaq, axı bu məntiq olaraq düz gəlmir. Yəni, tərsinə olur ardıcıllıq. Bir də D. 2-yə baxırıq. Yenə yet var. Bitmişin inkarı lazımdır deyə B variantını çıxırıq. Want-la bitmişin inkarı olmur. Will-lə olmur. Bitmişin inkarı lazımdır deyə A, C və D variantları qalır. Taksi gələndə biz əşyalarımızı hələ qablaşdırmamışdıq. Taksi gələndə biz hələ əşyalarımızı qablaşdırmamışdıq. Yəni biz hələ qablaşdırmamışıq, taksi gəldi. Keçmiş bitmiş, keçmiş. C variantı. Ardıcılığı başa düşdünüz. Yəni biz birinci bu hadisə baş verib, biz qablaşdırmamışıq. Qablaşdırmalıydıq, qablaşdırmamışıq. Birinci bu hərəkət olmalıydı. Sonra taksi gəlməliydi. Yəni bura olmalıdır keçmiş bitmiş, bura olmalıdır keçmiş sadə. Hardadır? C variantındadır. 3-ə baxırıq. Look at the fence. Çəpərə bax. It since we here. Since var uşaqlar cümlədə. Since olanda da bilirik ki, bir tərəf indiki bitmiş, bir tərəf sadə keçmiş olur. D variantı. Başqa belə bir hal var. Buradakı indiki bu olmaz. Burada bitmiş yoxdur. Burada bitmiş yoxdur, have yoxdur, burada yoxdur. 4-ə baxırıq. Yəni 3-də də D. 4-ə baxırıq. Yenə since var. Bir tərəf indiki bitmiş, bir tərəf sadə keçmiş. A variantı. Və many trees cəmdədir deyə has olmaz. Have olmalıdır. Bir dəqiqə. Aha. Have olmalıdır. Ona görə cavab oldu A variantı. Bu indikidir, bu bizə lazım deyil. İkisi də bitmişdi, lazım deyil. Since var cümlədə. Bitmiş yoxdur burada. Nə qaldı geriyə? 5-ə baxırıq. You, the article till the end of before she, you, for the dictionary. Birinci tərəfdə sual cümləsidir. Dudusa, diddisə, həvdisə, həddisə keçib qabağa. Yəni, burada o sual sözüdür. İkinci tərəfdə də before she, you, for the dictionary.
Burada uşaqlar, buranı tutaq ki had translated qoyduq. Had you translated the article to the end of before she asked? Before she asked deyə bir şey yoxdur. Ask deyə bir şey, ask olmur she ilə. Buranı qoysaq, do you translate bir tərəf indiki, bir tərəf keçmiş olmur. D ilə Y-dən yenə bir tərəf indiki, bir tərəf keçmiş olmur. İkisi də keçmiş Y variantı olar. Və bitmiş zamanda var, before da var. 6-ya baxırıq. 6-da when my parents home they found out that everybody ilə have olmur uşaqlar. Have left-də çıxırıq. Leaves ola bilər. İndi deyir ki when my parents nə vaxt ki mənim valideynlərim evə gəldi, onlar müəyyən bildilər ki hamı artıq gedib. Onlar gələndə hamı artıq getmişdi. Yəni bu tərəf bitib, gedib hamı və onlar gəlib. Ardıcılıq bu şəkildədir. A variantı. Bir tərəf indiki keçmiş. When tərəfə willləri də qoymayanda cavab olur A variantı. 7-yə baxsaq, when var. When-dən sonra willləri qoymuruq. Deməli, has, had uzlaşmır. Biri keçmiş, biri indiki. Yenə C-də də biri keçmiş, biri indiki qalır A variantı. 9-a baxırıq. Since var. Since she because of Kate. Kate, since she Baku. Demək, o Bakını tərk eləməyənə qədər onlar Kate'i eşitmədilər. Demək, o Bakını tərk etməyən, since she had left Baku. Demək, 9-da she ilə uşaqlar, baxım görüm işlənməyən nəsə varmı? Yoxdur. Has-lə had uzlaşmır, bunu çıxırıq. Did-lə will uzlaşmır, çıxırıq. Demək, qalır they haven't heard of Kate. Dedik, bir tərəf since olanda nə olur? Sadə keçmiş, bir tərəf bitmiş. Bu variantı axtarırıq, bu da D variantındadır. 9-a baxırıq. Julia nervous because nothing yet. Bura inkar lazımdır. İnkar olmayanları çıxırıq. Demək, üzr istəyirəm. Nothing var uşaqlar. Nothing var deyə artıq inkar var. Artıq inkar var deyə inkar ola bilməz. Onda B-ni və C-ni çıxırıq. Nothing var deyə demək, nothing var deyə B-ni və C-ni çıxırıq. Çünki nə üçün? Artıq bu tərəf inkarda olmalı deyilmi? Bu tərəfdə artıq nothing var deyə, yəni no var da burada artıq. Bura inkardadır. Bura ikinci bir inkar qoya bilməliyik. Wasn't, isn't ikinci inkar yaradır. B və C-ni çıxdıq. B və C getdi. Burada da had-lə has-ı uzlaşdırmırıq. Bu da getdi. D də getdi. Was-lə də has-ı uzlaşdırmırıq. Y də getdi. Qaldı A variantı. Bir tərəf indiki sadə, bir tərəf indiki bitmiş. İnkarda noya görə. Və oldu A variantı. Ona baxırıq. Yenə burada yet var, amma nothing var. Bu əvvəlki testlərdə də bir dənə testdə cəmi var idi. Eyni həmin tipdə testlərdir. Çünki burada qarışıq testlərdir deyə. Bura artıq inkardadır. İkinci tərəfə ikinci bir inkar qoya bilmərik deyə A-nı və C-ni çıxırıq. Çünki artıq inkarlıq var, nothing var. Nothing özü inkar sözüdür. Və digərlərindən də had-lə has-ı uzlaşdırmırıq, was-lə has-ı uzlaşdırmırıq. Ona görə də onda cavab oldu B variantı. 11-ə baxırıq. 11-də burada uşaqlar no var. Yəni bir dənə inkar var. İkinci bir inkar burada olmaz. A-nı, C-ni çıxdıq. Was-lə has uzlaşmır. Demək, burada da D və Y qalır. İndi yaxşı, baxırıq. There was no sugar left because all of it had been used for cakes. Bütün hamısı tort üçün istifadə olunmuşdu. Bu düzdür. There is no sugar left because burada da deyir ki, bunu qoysaq istifadə olunmamışdı deyir. İstifadə olunmamışdısa niyə yoxdur? D-də də istifadə olunmuşdu bütün şəkər tort üçün. Ona görə də yox idi. 11-də D. 12-yə baxırıq. 12-də demək, was, will, was, has, is, had uzlaşmır. Jack is quite demək,
experienced as he will work here for 10 years. Uşaqlar, for 10 years var. Təbii ki, bitmiş zaman lazımdır. 12-də olur Y variantı. 13-ə baxırıq. Didlə has uzlaşmır. Haslə reached uzlaşmır. Sonra başqa nə uzlaşmır? He reached deyə bilmərik. S olmalıdır orada. Və indi baxırıq 13-də C variantı yoxsa Y variantı. Does Nick leave a message before he will reach? Olmur. Before var həm də. Had Nick left a message before he reached? Yəni çatmazdan əvvəl mesaj qoyubmu? Ona görə cavab olur 13-də Y variantı. 14-də baxaq. 14-cü testdə baxaq görək nə var. By the time var. Təbii ki, bitmiş zaman lazımdır. Və uzlaşma cəhətdən də baxsaq, uzlaşmayan haslə arrived, has announced. Bir də arrived, bir bu uzlaşmır. Didlə have uzlaşmır. Bunların yəni çıxırıq hər ikisini. By the time, burada heç bitmiş zaman yoxdur. Bitmiş zaman yoxdur. 14-də cavab olur Y variantı. By the time var. 15-ə baxırıq. Since var uşaqlar. Since varsa bir tərəf olur dedik. İndiki bitmiş. Bir tərəf keçmiş olduğu variant D variantıdır. 16-ya baxırıq. 16-da has gone searched uzlaşmır. Go searched uzlaşmır. Birindiki biri keçmiş uzlaşmır. Və sonra before Helen went to Lisbon, she had searched for a lot of information about this town. Yəni bura getməzdən əvvəl araşdırıb. Əvvəlcə araşdırıb, birinci araşdırıb, searched. Search edib, sonra gedib. Yəni əvvəlcə araşdırıb, sonra gedib. Bu ardıcıllıq düzdür. 16-da olur C variantı. İkisi də keçmiş bitmişdə olmur burada. Birinci araşdırdı, sonra getdi. Before var. Təbii ki, bitmiş zamanda. Bitmiş zamanda. Burada bitmiş zamandan istifadə etməliyik. Ona görə C variantı. 16-ya baxırıq. 16-da after my driving license, my father me a new car. Mənim atam mənə yeni bir maşın. My father deyəm. Baxaq görək, ondan getməyən varmı? Uşaqlar, B variantında uzlaşma yoxdur. Y-də would keçmiş, has indiki uzlaşmır. Qalırıq A, C və D variantlarında. After I had got my driving, demək mən aldıqdan sonra mənim atam, birinci mən almışam. Sonra, aldıqdan sonra mənim atam mənə yeni maşın alıb. Yəni birinci bitmiş zaman olub, sonra maşın alıbdır. Ona görə mən birinci sürücülük vəsiqəmi almışam, bu bitib, sonra alınıbdır. Yəni bu ardıcıllıq düzdür, C variantı. Bunlardakı məntiq uyğun gəlmir. Ümumiyyətcə, getlə would da uzlaşmır. Get indiki ilə would keçmiş zaman qrupu sayılır, get də indiki zaman qrupu uzlaşmır. D variantında da afterdən sonra will istifadə eləmirik. 18-ə baxırıq. 18-də yesterday, mother, dünən ana, onun qızını. Demək, uşaqlar, yesterday var deyə, bura keçmiş sadə zaman lazımdır. Bunu çıxırıq. D variantı has, indiki zamandır. Yesterday var, bitmiş zaman yox, keçmiş zaman lazımdır bizə. Və because she, her homework, ev tapşırığını etməmişdi. Birinci ev tapşırığını etməyib, sonra onun anası onu çölə getməyə qoymayıb. Birinci tərəf yəni olmalıdır bitmiş zamanda, sonra keçmiş zamanda. 18-də Y variantı. 19-u we walked in the park. Biz parkda gəzdik. Görürsünüz, ardıca gəl. Biz parkda gəzdik. Sonra böyük ağacın altında oturduq. Sonra təmiz havadan həzz aldıq. Ardıcıl gedən, keçmişdə bir-birinin ardıcı hadisələr baş verdikdə hamısı sadə zamanda olur. Keçmiş sadə zamanda. Hamısı da keçmiş sadə zamanda D variantı. 20-yə baxırıq. Last month, keçən ay. Keçən ay uşaqlar bunu biz keçmiş sadə zamandan işlədirik.
I hope. Mən ümid edirəm ki, o imtahanlarından keçəcək. Mən ümid edirəm ki, baxmayaraq ki, Tom keçən ay bir neçə mühazirəni qaçırdı. Yəni girə bilmədi mühazirəyə və mən ümid edirəm ki, o imtahandan uğurla keçəcək 20-də Y variantı. 21-ə baxaq. Gəlin. 21-də demək uşaqlar has, seen, told bunlar uzlaşmalar. Has, told uzlaşmalar. Sonra yenə has, told bunlar uzlaşmalar. Biri indiki, biri keçmiş olduğu üçün uzlaşmalar. Və qalırıq digərlərində so, tell uzlaşmalar 21-də olur B variantı. 22-yə baxırıq. Last Monday deyir. Last Monday indiki demək keçmiş sadə zamandan işlənir. Ona görə keçmiş sadə zaman olmayanları çıxırıq. Bircə dəqiqə Last Monday boyu that list of demək qaldı C və D variantları 22-də. C və D variantlarından burada uzlaşmır keçmiş zamanla indiki zamanda. Ona görə 22-də oldu D variantı. 23-ə baxırıq. 23-də how long ago. Təbii ki, bitmiş zaman yox, keçmiş sadə zaman lazımdır burada. When-dən sonra da və burada keçmiş sadə zamandır. Since var uşaqlar, since when var deyə. Burada bitmiş zaman lazımdır bizə, olur B variantı 23-də. 24-də görək nə olur. Deməli, 24-də yenə since when var, bitmiş zaman bizə lazımdır. How long ago var. Burada keçmiş sadə zaman lazımdır. Qalır D variantı. 25-ə baxırıq. Last night, the plane, last night. Keçən gecə deyirsə, əlbəttə ki, keçmiş sadə zaman Y variantı. 26-ya baxırıq. 26-da to the end before you give it to me. Sən onu mənə verməzdən əvvəl oxumusanmı? Belə bir sual verir ki, kitabı oxumusanmı? Sən onu mənə verməzdən əvvəl oxumuşdunmu? Yəni, əvvəlcə oxumusanmı? Oxumaq buradadır. Sonra mənə vermisən də, sən oxumusanmı əvvəlcə, sonra mənə vermisənmi? Ona görə Y variantı düz gəlir. Digərlərində uyğunluq düz gəlmir, zaman ardıcılığı. 26-da Y, 27-yə baxırıq. When var uşaqlar cümlədə. When var deyə ora willləri qoymuruq və keçmiş zaman. When the lecturer mühazirətçi deyir ki, gəldikdə bütün şagirdlər artıq sözü var, olur idi. Artıq oturacaqlarında oturmuşdular. Yəni, əvvəlcə bunlar oturmuşdular, sonra mühazirətçi gəlmişdi, C variantı. 28-ə baxırıq. 28-də when var, təbii ki, sadə keçmiş və keçmiş bitmişlə uzlaşar, ona görə C variantı. 29-a baxırıq. When var, təbii ki, orada da sadə keçmişlə, onu da uzlaşdığı cəhətdən A variantı, keçmişlə uzlaşır deyə A variantı, hərlə uzlaşmır sadə keçmiş. 30-a baxaq. By that time, the guest. By that time, the guest deyir ki, mənim dayım tərk eləmişdi, qonaqlar bura çatana qədər artıq tərk eləmiş. Yəni, bu tərk eləyibdir, sonra qonaqlar çatıbdır. Belə olan halda cavab olur B variantı. Birinci keçmiş bitmiş, sonra keçmiş sadə. 31-ə baxırıq. 31-də when-dən sonra uşaqlar sadə keçmiş götürsək, 31-də cavab olur C variantı. Keçmişlə uzlaşdırırıq, gələcəklə uzlaşdırmırıq. 32-yə baxırıq. 32-də də before Henry away for some hours before the postman demək saatlardır ki for some hours before the postman demək poçtalyon bağlamanı
Aha, paçtalyon bağlamanı gətirəndə o artıq getmişdi. Yəni əvvəlcə gedib, sonra bağlama gəlib. Has, had uzlaşmır. Will'i qoymuruq before'dan sonra da. Sonra bunlar uzlaşmır. Cavab olur 32-də Y variantı. 33-ə baxırıq. 2 days ago. Keçmiş sadə zaman lazımdır. Ona görə D-yə baxacağıq. Ago'ya görə. O da təbii ki uzlaşdığı D variantıdır. İndiki zamandan uzlaşmır. Met keçmişdi. 33-də D variantı. 35-ə baxırıq. Daha doğrusu 34-ə baxırıq. Last Sunday deyir. Keçmiş zamandır. Last Sunday ilə. Və o da uzlaşır keçmiş zamandan A variantı. 35-ə baxırıq. When var. Will'ləri atırıq. Keçmiş zaman. Keçmiş zamanın da uzlaşdığı ilə keçmiş zamandır. Had. Have'lər indiki zamandır. 36-ya baxırıq. 36-da bəli, 35-də Y. 36-ya baxırıq. 36-da the little girl because she her favorite toy. Demək, sevimli oyuncağını itirmişdi. Ona görə də ağlayırdı. Yəni bu ardıcılığa uyğun gələn ağlayır, ağlamağa davam edir. Burada davam edici zamandır. Ağlayırdı çünki itirmişdi. Daha öncə itirmişdi, sonra da ağlayırdı. C variantı. 37-yə baxırıq. I looked at the portrait. It means that mən onu əvvəllər görmüşdümmü, görməmişdimmi? İndi uzlaşma cəhətdən D-ni çıxırıq. Keçmişlə indiki uzlaşmır. Y-ni çıxırıq, uzlaşmır. Sonra demək, bura onsuz da keçmiş zamandadır. Ona görə B variantıdır. Sonra it didn't seem to me that I saw it before. Before var. Cavab olur 37-də B. 38-ə baxırıq. 38-də police inspector looks ya da looked at the photo trying to remember where he. Şəklə baxdı ki, onu harda görüb əvvəllər. Yəni əvvəllər hardasa görüb, indi ona baxırdı ki, görsün harda görüb. 38-də B. 39-a baxırıq. My dad this computer for me 2 years ago. 2 il əvvəl deyir uşaqlar. 2 il əvvəl deyirsə ago var. Keçmiş sadə zamanda uzlaşdığı da bircə dəqiqə. Keçmiş sadə zamandır. Digər tərəfdə də since then var. And mən o vaxtdan bəri deyir ki, mənim atam bu kompüteri məndən 2 il əvvəl alıbdı və mən onu o vaxtdan bəri istifadə etməmişəm. Yəni bunu qoysaq, burada hərəkət daha əvvəl baş verir. Baxın, əvvəlcə mən istifadə etməmişəm, sonra alıb deməkdir. Ona görə olmur. 39-da D olur. Yəni uzlaşmanı pozuruq. Bir tərəf keçmiş, bir tərəfi bitmiş götürürük. 40-a baxırıq. 40-da last summer, keçən yay deyir uşaqlar. And he since then. Keçən yay gedibdi və o həmin vaxtdan bəri də işləyir. Ona görə B variantı düzdür, keçmiş, indiki bitmiş. Nəyə görə? Gedib və işləyir. Bu variant uyğun gəlmir. Yəni əvvəlcə gedib, bu olmalıydı, sonra bu olmalıydı. Bu da uyğun gəlmir. 41-ə baxırıq. 41-də. The old man a piece of land 4 years ago. 4 years ago, 4 il əvvəl. Bitmiş zamanları çıxırıq. 4 years ago ilə demək biz işlədirik. Keçmiş sadə zaman. Keçmiş sadə zaman da uzlaşır. Əslində keçmişlə, amma yenə deyir since then, o vaxtdan bəri deyir deyə. Yenə bayaqki kimi Y variantı, yəni uzlaşma pozulur. D uyğun gəlmir. Əvvəlcə torpağı almalıdır, sonra orada əkib becərməlidir. Burada isə birinci əkib becərib, sonra alıb deyir, D-ni qoysaq. Ona görə Y variantı. 42-yə baxırıq. 42-də when you that your documents. 42-də uşaqlar demək, when did you discover that your documents had been stolen? Birinci sənin dokumentlərin uğranıb, sonra sən onu başa düşmürsən. 42-də olur C variantı. Sonra 43-ə baxırıq. 43-də yenə eyni formadadır. When did the police find out that the valuable things had been stolen from the museum? Əvvəlcə uğurlanıblar, sonra polis aşkarlayıbdır.
onu. Ona görə 43-də olur D variantı. Yəni uğurlanan birinci olan hərəkət keçmiş bitmişdə olmalıdır. Burada da bu tərəfdəki hərəkət birinci uğurlanma olub. Ona görə bu keçmiş bitmişdə, digəri də keçmiş sadədə. 44-də baxırıq. 44-də she her purse while she was in the bus. Bura keçmişdi, burada keçmişdi. A variantı. Avtobusdaykən itiribdi. Avtobusda olarkən itiribdi. Ona görə A variant götürdük. Yəni Y variantında biri digərindən tez baş verməmişdi. 44-də oldu A variantı. 45-ə baxırıq. 45-də while you stayed with them. Onlarla qalarkən deyir deyə yenə bayaqki kimi cavab olur D variantı. 46-ya baxırıq. 46-da two foreign languages before daha yaxşı işə əldə etməzdən əvvəl iki xarici dil öyrənmək. Demək, iki xarici dili öyrənir, sonra daha yaxşı iş əldə edir. Cavab olur Y variantı. Biri has, biri got, biri indiki, biri keçmişdi. Bu olmur. Bunları da zaman bildirən sözlərlə işlətmirik. Y variantı olur. 47-yə baxırıq. Before. Demək, I wonder how long Mike before he graduate from university. Demək, universitetdən məzun olmazdan əvvəl deyir ki, nə qədər oxumuşdu, nə qədər təhsil almışdı, sonra məzun olmuşdu. 47-də olur B variantı. Bu indiki, bu keçmiş uzlaşmır. İndiki keçmiş uzlaşmır. Will before'dan sonraya qoymuruq. Will studied uzlaşmır. 48-ə baxırıq. 48-də demək, 48-də she the work up to the demək, o işi bitirmək and before they cavabı da var hətta. Yes, she. Burada cavab da suala uyğun gəlməli. Yəni sualda nə qoysan, cavabda da ondan istifadə edəcəksən. Sualda tutaq ki, had qoydun, cavabda da haddən istifadə edəcəksən. Məsələn, burada has qoyub, burada did qoyub. Bunu çıxırıq. Məsələn, had, did olanlar burada sualda verdiyi ilə cavabda verdiyi fərqlidir. Ona görə onları çıxırıq. Before they will deyə bilmirik, çıxırıq. Did she finish the work up to the end before they would call? Düzgün gəlmir. D variantında çıxırıq. Cavab qalır C variantı. Had she finished the work up to the end before they called her? Yes, she had. 49-a baxırıq uşaqlar. 49-da deməli 48-ə cavab oldu C variantı. 49-da yenə sualda nədirsə, cavabda onu təkrarlamalıyıq. Təkrarlanmayanları çıxırıq. Variantlardan çıxırıq. Sonra indi deyir ki, you the homework before they you to dinner. Sən deyir ki, ev tapşırıqlarını etmişdin. Onlar səni dəvət etməzdən əvvəl sən etmişdin ev tapşırıqlarını. B variantı. 50-yə baxırıq. My parents a week ago. Bir həftə əvvəl gəlib çatıblar. Yəni, indiki sadə zaman. Amma mən o vaxtdan bəri onları görməmişəm. Yəni, bunu qoysaq, nə üçün B oldu, nə üçün uzlaşma pozuldu, bura keçmiş, bura indiki oldu. Bunu qoysaq, deyir ki, mən onları birinci mən görməmişəm, sonra gəlib çatıb. Bu olmur. Ardıcıllıq düz gəlmir. Ümumiyyətcə, bu testlərdə ardıcılığa fikir vermək lazımdır. 51-ə baxırıq. 50-də də B, 51-ə baxırıq. 51-də a month ago, ago-ya görə keçmiş zaman lazımdır. Yəni A və Y variantlarında qalırıq. A və Y variantlarında qalırıq. Burada da deyir ki, my friend a month ago, bir ay əvvəl gedibdi və o, he, only a few times, o vaxtdan bəri deyir deyə bitmiş zaman lazımdır. Y variantı. 51-də Y, 52-yə baxırıq. 52-də when I-dan sonra met qoya bilərik. İlk dəfə onu görəndə o hələ məzun olmamışdı. Mən onu görəndə o hələ məzun olmamışdı. B variantı.
53-ə baxırıq. What you when Paul phoned. Bura keçmiş zamandadır uşaqlar. Ona görə D variantını götürə bilərik. 54-ə baxırıq. 53-də D. 54-də when you got keçmiş zamandır. Yəni 2-4 D variantı. Uzlaşma cəhətdən keçmiş zamandır deyə həvlərlə uzlaşmayacaq, fillə uzlaşmayacaq. 2-4 keçmişlə uzlaşacaq D variantı. 55-ə baxırıq. 55-də by last Monday. He all information he for. Uşaqlar, demək, keçən birinci günə qədər he had found all the information. Keçən birinci günə qədər artıq olub, bitib. Axtardığı bütün məlumatlar üçün baxıb da artıq. 55-də C. 56-ya baxırıq. By 5 o'clock yesterday. Dünən saat 5-ə qədər onlar had reached, artıq çatıblar. Ona görə had reached olanlara baxırıq. Yəni C-yə və Y-yə. Təbii ki, burada da will-lə yox, planned sözü ilə uzlaşdıracağıq. 56-da cavab oldu Y. 57-yə baxırıq. In 2 days. 57-də deyir in 2 days. 2 gün içində. Məncə, mən hesab edirəm ki, onun müraciəti 2 gün içində qəbul olunacaq. 2 gün içində qəbul olunacaq. Gələcək zamandan danışır. In 2 days var 2 gün içində. 58-ə baxırıq. 58-də your results on the screen of the computer immediately after the test. Sən deyir ki, test qutarandan sonra nəticələrin ekranda dərhal göstəriləcək. Deməli, bu have-lə had uzlaşmır, bu çıxır. Will-lə was-u da çıxırıq. Your results, sən nəticələrin göstəriləcək. After the test is completed. Burada da məchul növ lazımdır. Test tamamlanandan sonra 58-ə cavab olur Y variantı. Sonra göstəriləcək deyir, həm də gələcək zaman. 58-ə cavab olur Y variantı. 59-a baxırıq. The information on the screen of the cash machine immediately after the card. Kart daxil edildikdən sonra, təbii ki, o tərəf məchul növdür və bunlar uzlaşmır. Will-lə was, is-lə would, have-lə had. Bunların üçü də uzlaşmadığına görə çıxır. A və B variantlarından. This information will be shown on the screen of cash machine. Demək, deyir ki, göstəriləcək. Ekranda dərhal kart daxil edildikdən sonra birinci kart daxil edilir, sonra göstəriləcək A variantı. 60-a baxırıq. George many cars before his mechanics license. Demək, həmin o sənədini almazdan əvvəl çoxlu maşını təmir eləyibdi və sonra da alıbdı. Birinci təmir eləyib çoxlu maşın, sonra sənədini alıbdı. Mexanik sənədini alıb. 60-da Y. 61-ə baxaq. Falan şey etməzdən əvvəl, yəni əvvəlcə bu hərəkət olub, sonra bu hərəkət olub. Əvvəl sözü var. Ona görə 61-də olur C variantı. 62-yə baxırıq. 62-də Jane did some for 30 minutes. For 30 minutes deyirsə, bizə lazımdır bitmiş zaman. 30 dəqiqədir ki, edir, neysə. Amma o düzgün cavabı hələ də tapmayıb. Doesn't find-ı da sildik. Hələ də tapmayıb. B variantı. 63-ə baxırıq. 63-də if John, mən John'dan soruşdum ki, demək, konsertdə mahnıyı bu mahnıyı oxuyubmu? Bu formada gedir. Yəni, əvvəlcə oxuyub, sonra mən soruşmuşam. 63-də olur C variantı. 64-də baxırıq. 64-də last year var uşaqlar. Yeni çıxırıq. C-ni çıxırıq. Çünki last year ilə have olmur. Traveled olanları, B-ni, A-nı, D-ni saxlayırıq. Və go uşaqlar keçmiş zamanlarla uzlaşmır, ona görə 64-də olur D variantı.
65-ə baxırıq. Mother showed. Bura keçmiş zamandadır. Digər tərəfdə keçmiş zamanda olan D variantıdır. 66-ya baxırıq. 66-da both Nick and Mary. Wants deyə bilmərik 2 nəfərdir. Wants deyə bilmərik, has deyə bilmərik. Çünki 2 nəfərdir. Ya deyirik want ya da wanted, istəyirdi ki İngiltərəyə getsin. Amma onların heç birisi ingilis dilini bilmirdi deyirdi ya 66-da. Neither of them knows. Artıq neither of them bura inkardadır deyə inkar götürə bilmirik. C variantı 66-da olur. C variantı. Demək, nə üçün belə oldu? Deyir ki, hər ikisi Nick və Mary 2 nəfərdir uşaqlar. Wants deyə bilmirik. B-ni çıxdıq. Wants deyə bilmirik. D-ni çıxdıq. Has deyə bilmirik. Y-ni çıxdıq. A və C variantlarından artıq bu cümlədə bir dənə inkar var deyə ikinci inkar qoymuruq. Cavab olur C variantı 66-da. 67-yə baxırıq. 67-də Julian ilk kitabını 1999-da çap edib. Bu dəqiq illər keçmiş sadə zamanda olur. Published. He həmin vaxtdan bəri də satıb. Ona görə A variantı olur. Həmin vaxtdan bəri, indiki bitmiş zaman. 68-də demək 2000-ci il veribdi. İl veribsə uşaqlar keçmiş sadə zaman olmalıdır. O vaxtdan bəri deyir deyə yenə olur C variantı. Həmin vaxtdan bəri də çoxlu nailiyyətləri olub C variantı. 69-a baxırıq. 69-da 3 həftə əvvəl deyir deyə keçmiş sadə zaman lazımdır. A və B variantlarına baxacağıq. Demək 3 həftə əvvəl, amma o vaxtdan since his demək but he to us since his demək deportasiyasından bəri bizə yazmayıb. Deportasiya olunandan bəri bizə yazmayıb. Ona görə də A variantı. Demək 70-də last year var deyə bütün bu variantlar has olanlara çıxırıq, S olanlara çıxırıq. Keçmiş zaman lazımdır. Made deyirik. Last year the company made a profit of $20,000. But since then deyirdi ya, burada da olur. İndiki bitmiş uzlaşma pozulur. O vaxtdan bəri deyir. Buradakı hərəkət daha öncə olur. Bunu qoysaq, bu da düz deyil. Çünki əvvəlcə bu hadisə olur, sonra o vaxtdan bəridən danışırıq. 71-ə baxırıq. 71-də mən başa düşdüm bu çətin qaydaları. After bir neçə dəfə oxuyandan sonra oxudum, sonra başa düşdüm deyir. Yəni o da B variantındadır. Bir neçə dəfə oxudum, bitdi, bu bitmiş zaman, sonra başa düşdüm. 72 Henry a well-paid job after his education. Henry deyir ki, təhsilini yaxşı iş tapdı, amma təhsilini tamamlayandan sonra birinci tamamladı, sonra yaxşı iş tapdı. A variantı. 73-ə baxırıq. 73-də how long ago did you move to London and since when have you known the Smiths? Nə vaxtdan bəri Smithsləri tanıyırsan deyir. Nə vaxtdan bəri tanıyırsan A variantındadır. 74-də if you willləri silirik. If you join the conference in 10 minutes, 10 dəqiqə içində qoşulsan konferansa, biz başlayacağıq. Bu keçmişlərlə uzlaşmır. 74-də C. 75-ə baxırıq. 85 test var burada. 75-ə baxırıq. 75-də deməli, my granny a large land 5 years ago. 5 il əvvəl deyirsə, bura keçmiş sadə zaman olur. A və B variantlarından birini qoyuruq. Yenə since var, ona görə 75-də A variantı. 76-ya baxırıq. My mom a poem 4 years ago. 4 il əvvəl deyir uşaqlar, yenə keçmiş sadə zaman və yet var. Demək, and she, demək 4 il əvvəl yazıbdı, amma onu hələ də çap etməyibdi. Hələ də etməyib deyə D variantı. Bunu qoysan birinci çap etmək gələcək. Amma yazmalıdır, sonra çap etməlidir. Yəni bura tərsinə olmalıdır. 77-yə baxırıq. 77-də 3 years ago deyir. Yenə keçmiş sadə zaman lazımdır. Və sonra nə deyir? But she hələ də sözü var yenə də, ona görə Y variantı. Hələ də
öyrənməyib. Ona görə uzlaşma pozulur, Y variantı olur. 78-ə baxırıq. Since morning, səhərdən bəri deyirsə, qalır A və B variantları 78-də. Səhərdən bəri axtarıram. But, hələ də tapmamışam. Ona görə 78-də B variantı. Hələ də tapmamışamsa, indiki bitmişdi, keçmiş bitmişdi. Hələ də tapmamışdım olsaydı, səhərdən bəri axtarıramsa, hələ də tapmamışam deyirəm. Ona görə B variantı. 79-a baxırıq. 79-da 2 days, for about 2 days, təxminən 2 gün bizə lazımdır. Bitmiş zaman təxminən 2 gündür ki, o öyrənir, hərəkətə davam edir və baxmayaraq ki, o adətən tez öyrənir. Bu dəfə 2 gündür ki, öyrənir. 2 gündür ki, öyrənməkdədir. Bu davam edici zaman, yəni ya B, ya yeni qoymalıyıq. 2 gündür ki, hələ də öyrənir. İndiki bitmiş davam edici qoyduq. B, Y. Orada da is learning qoysaq, bu düz gəlmir. Usually varaq. Usually ilə is learning qoymuruq. Y olur. 80-ə baxırıq. 80-də she, the first part of the program for about 6 months. Təxminən 6 ay keçir. Proqramın ilk hissəsini təxminən 6 ay keçir. Is teaching hal-hazırda keçir demək. Burada ümumi danışırda təxminən 6 ay demək keçir. Ya da indiki bitmiş qoya bilərik bura. Though she, baxmayaraq ki, usually var. Yenə burada yəni davam edici zaman qoya bilmərik. B-ni, yeni də çıxdıqmı? Though she usually teaches it quickly. Adətən onu tez keçir. Baxmayaraq ki, tez keçir. Yəni 6 aydır ki, keçməkdədir. Hərəkətə davam edir. Amma adətən tez keçir. 80-də olmalıdır D variantı. 80-də A-nı qoysaq, ikisi də indiki ümumi danışa bilmərik. İkisi də ümumi ola bilməz axı. Çünki burada deyir ki, baxmayaraq ki sözü var. İndi, yəni ikisini də ümumi zamanda verə bilmərik. Məntiq olaraq düz gəlməz axı. Sonra 81-ə baxırıq. 81-də mənim sinif yoldaşlarım mənim üçün 2 saatdır ki, mənim üçün 2 saatdır ki, gözləyirdilər. My classmates had been waiting for me for 2 hours when I returned. Mən qaydanda artıq 2 saatdır ki, gözləyirdilər. Birinci onlar gözləyir, sonra mən qayıdıram. B variantı. 81-də. 82-də 2 hours, for 2 hours, 2 saat deyir. We 2 saatdir ki, müzakirə edirdik, düzdürmü? 2 saatdir ki, müzakirə edirik bir şeyi. Onda davam edirik də hərəkətə. 2 saatdir ki, onu müzakirə ediriksə, hərəkətə davam edirik və bitmiş zaman lazımdır. Çünki for 2 hours deyir. B və C variantlarında qalırıq. Demək, direktor gələndə biz artıq layihəni 2 saatdir ki, müzakirə edirdik demək istəyir. Yəni, həqsi keçmiş zaman müzakirə edirdik, gəldi. 83-ə baxırıq. 83-də when I the manager manager deyir ki, işçilərlə danışırdı. Söhbətdə danışmaqda idi. Düzdürmü? Bizə davam edici zaman lazımdır. Danışmaqda idi. Təxminən 1 saatdır ki, danışırdı. Mən gələndə. Yəni, birinci o danışır, sonra mən gəlirəm. Ona görə bitmiş zaman birinci mən gələ bilmərəm. Bunu çıxıram. Cavab olur 83-də B. 84-də baxırıq. 84-də if you to the office at 6 o'clock. If you deyir, uşaqlar, will qoymuruq. Əgər sən ofisə saat 6-da gəlsən, mən işimi tamamlamış olacam. Ya da tamamlayacam. Düzdür? Tamamlayacam. Yəni, bir tərəf indiki, bir tərəf olur gələcək. Bu uzlaşdı. Bu tərəf belə bir şərt yoxdur. 85-ə baxırıq. Sən gəlsən, mən də tamamlayacam da. Ona görə uzlaşma cəhətdən, məna cəhətdən də elə ardıcılıq 84-də C variantı olur.
had finished bitmiş, keçmiş, bitmiş zaman keçmişlə əlaqəsi yox ki, sən saat 6-da gələndə deyir. 85-ə baxırıq. 85-də the sun when the campers demək düşərgəçilər oyananda günəş belə deyək çıxmışdı da parıldayırdı. Günəş parıldayırdı. Onlar oyananda günəş parıldayırdı. Bu heç bu davam edici zamanda was shining ya da is shining. Burada uzlaşma düz gəlmir. Bilindi ki, biri keçmişdi. Ona görə